Gəlin Livgood şirkətinin qazanc planına nəzər yetirək. Öncəliklə, hər kəsin 2 ağacı vardır. Biri qeydiyyat ağacı, digəri matrix ağacı. Qeydiyyat ağacınız şəxsən sizin dəvət etdikləriniz və onların dəvət etdiklərindən ibarətdir. Şəxsi qeydiyyatlarınız hər biri sizin birinci səviyyənizə yerləşir və nə qədər çox qeydiyyat aparmaq istəsəniz apara bilərsiniz, çünki bunun üçün heç bir limit yoxdur. Yəni 20 qeydiyyat da aparsanız bunun hər biri birinci səviyyənizdir. Qeydiyyat ağacı 3 şeyi müəyyən edir. 1. Karyer. Qeydiyyat ağacında olan şəxslər sizin karyerinizi müəyyən edir. 2. Dərinlik qazancı. Karyerləri açdıqca 10-cu dərinliyə qədər qazanclar əldə edirsiniz. Və 3. Matching qazancları. Matrix ağacı isə qeydiyyat ağacınızda olan və ya olmayan şəxslərin adınızın altında yerləşməsindən yaranır. Matrix ağacı üçün hər kəsin sadəcə sağ və sol tərəfi vardır. İstər şəxsi qeydiyyatlarınız, istərsə sizdən yuxarıda olan liderlərin dəvətliləri sizin adınızın altında 2-2 xanalara yerləşdirilir. Gələneksel matrix qazanclarından fərqli olaraq, burada əvvəlcə hər kəsin sol tərəfi, daha sonra sağ tərəfi dolar. Məsələn, bu sizin ikinci səviyyənizdir və siz 4 nəfəri qeydiyyat etmisiniz. Və bunların 1, 2, 3, 4 bu formada sıralanıb sadəcə 2 nəfərin adının altına düşməsi əvəzinə, ondansa 4 nəfərin hər birinin sadəcə sol tərəfinə əvvəlcə qeydiyyatlar düşür, daha sonra isə sağ tərəfinə qeydiyyatlar düşərək dolur. Və indi matrix ağacınıza düşən hər bir kəsin aylıq ödədiyi abunəlikdən 2,5% sizə qazanc gəlir. Yəni hər 4 nəfərdən $1. Olduğunuz karyerə əsasən 12-15 dərinlikdən qazanc götürürsüz. İndi matrixdən qazandığımız qazanc bir yana, bizi ən çox qazandıran, dəvətlərimizin hər ay matrixdən qazandığı pulun tən yarısını bizə verən matching qazancdan danışaq. Və nəyə görə? Şəxsi dəvətlərinizin sayını artırmaq bizi daha çox qazandırır, onu izah edəcəm. Çünki matrix ağacında harda yerləşməyindən asılı olmadan şəxsən bizim dəvətlilərimizin aylıq matrixdən qazandığı məbləğin 50% bizə gəlir. Məsələn, nümunə olaraq göstərim. Deyək ki, birinci şəxs aylıq matrixdən $1000 qazanır. Yəni $500 ondan mənə gəlir. İndi deyək ki, şəxsi 10 qeydiyyat etmisiniz və hər birinin matrixdən aylıq qazancı $400-dır. Deməli, hər birindən $200 qazanc gəlir. Və bu hələ başlanğıcdır. Çünki siz karyerləri açdıqca sadəcə şəxsi dəvətlərinizdən yox, onların da dərinliyindən belə matching qazanc götürə bilirsiniz. Yəni, nə qədər çox şəxsi qeydiyyat edirsinizsə, bir o qədər çox referal qazancı, bir o qədər çox dərinlik qazancı, bir o qədər çox matrix qazancı və matching qazancı qazanırsınız. Və etməli olduğumuz isə sadəcə insanlara Livgood imkanları haqqında məlumat vermək. Bu qədər sadə.